Gürcüstanın Tiflis şəhərindəyik. City lights flash like a disco. Heartbeat racing, I can't let go. Chasing shadows in the glow. Falling fast, falling slow. Neon whispers call my name. Every step. Gedirik Azadlıq meydanına, Liberty Square. Bir dənə şey nəzərə çatdırım ki, həqiqətən də yəni metro çox bərbad gündədir, çox pis gündədir, natəmizlikdir. Qurban olaram Azərbaycan metrosuna. Bir də bunlara baxın. Şirin içindədir də yəni bildiyin. Nəysə, bizə nəyə, yolumuza davam edək. Dostlar, deməli Azadlıq meydanı stansiyasına gəldik. Yəni bizim qaldığımız otel Tbilisi Philharmonic by Mercury oteldir. Oradan təxminən 2-3 dəqiqə məsafədə Rustaveli metro stansiyası yerləşir. Ora gəldik. Ondan da bir astanovkadan gəldik Azadlıq meydanına. Yəni təxminən 10 dəqiqə ərzində yəni gəlib çatdıq Azadlıq meydanına. İndi burada gözəl yerlər var. Onu da çəkib sizə göstərəcəyik. Echoes bounce off concrete walls. Midnight answers when it calls. Bu daha dostlar Azadlıq meydanıdır. Liberty Square. Tbilisi şəhərində. Gedək başqa yerləri gezək. İnşallah görə başımıza nələr gələr. Touch the stars, kiss the sky. Electric heartbeat in my veins, running wild, breaking chains. Feel Dostlar, şəhərlə bağlı belə çox bilgim yoxdur. Ona görə də sadəcə görüntülər çəkib sizə göstərirəm. Yəni yalan deməyim də, o belədir, bu belədir. Yalan sevmirəm. İndi gedək şəhəri gəzirik. Bura hansı şeydir? Liberty Square-də Azadlıq meydanının düzü bu tərəfə. Burada bir dənə park var. İndi ora gedirik. Gedək öndə oranı da görüntülərini çəkib göstərəcəm sizə. Yəni uyğun qiymətə belə çox da bahalı bir şəhər deyil. Gəzib dincəlmək olar. İndi maraqlı yerlərini də sizə göstərəcəm birazdan. breaking chains. Feel the rhythm, feel the spark. Light it up, ignite the dark. Bunlar uşaqlar, bildiyiniz Targovunun küçələrini xatırladır. Yəni bildiyin elə bir Targov da gəzirik də. Kanat var burada, ona getmək istəyirəm. O Minnesota şəhər ətrafında da görünür. Bura şey oxşur, məhəlləyə oxşur, baxın. Məhəllə filminin çəkdiyi yerə oxşur sanki. Deməli gəldik. Burada kanat var. Yuxarıda görürsünüz. İndi ora getməyə çalışacağam. İnşallah gedib çata bilərik. Yoxsa bilmirəm hardadır. City lights flash like a disco. Heartbeat racing, I can't let go. Chasing shadows in the glow. Falling fast, falling slow. Neon whispers call my name. Every second fuels the electric heartbeat in my veins, running wild, breaking chains. Feel the rhythm, feel the spark. Dostlar, mən Targovda da belə bir məkan var. Adı Entre'dir. Şuraya bir dənə ya kofe ya da çay görək. Başımıza nələr gəlir.
dənə etlər zakaz elədik, 2 dənə çay, cəmi 12, o da 10, 22 lari verəcək. 2 dənə bundan zakaz elədik, 5, 5, 10, 2 dənə də böyük stəkanda çay eləyir 12 lari. Sizlər çayımız yoxdur, qaynar su içə bilərsiniz, demə problem yox. Echoes bound soft concrete walls. Midnight answers when it calls. Dancing strangers lose control. Give the night your burning soul. Every step's a brand new high. Touch the stars, kiss the sky. Electric heartbeat in my veins, running wild, breaking chains. Feel the rhythm, feel the spark, light it up, ignite the dark. Electric heartbeat, it's inside. City lights flash like a disco, heartbeat racing, I can't let go. Chasing shadows in the glow, falling fast, falling slow. Neon whispers call my name. Every second fuels goes light. Electric heartbeat in Güzel, necədir düşüncələrin? Çok teşekkür. Adam özünü tam bilir milliyyətin içində hissediyor. Şey də götürək, maqnit də götürək, yaxşı. Dostlar, həqiqətən nə çox möhtəşəm bir yerdə, yəni gördüyünüz kimi bütün suvenirlər, nə bilim, şəhərin görüntüsü, panoramaya baxacaq. Tam bir mənzərə, əsl belə gözəl. İstirahət edilmək üçün gözəl bir yerdə, həqiqətən siz də gəl, istirahət edilmək istəyirsinizsə möhtəşəm fərqli gəlin burada, Gürcüstanın Tiflis şəhərində istirahət edilərsiniz. Xaçapuri. Echoes bound soft concrete walls. Midnight answers when it calls. Dancing strangers lose control. Give the night your burning soul. Every step's a brand new high. Touch the stars, kiss the sky. Electric heartbeat in my veins, running wild, breaking. Nuş olsun. İyi Gürcü xəncərindən olaraq əsl Gürcü xəncəri. Ignite the dark. Uşaqlar, göz haqqınızı halal edin, amma həyatımda yediyim ən dadlı Gürcü xəncəridir, yəni. Adamlar üçün peşəkarıdır da. Dostlar, hər birinizi salamlayıram bir daha. Gəlmişik Gürcüstan Tbilisidə Sülh Körpüsünün yanına. Burası Sülh Körpüsüdür gördüyünüz kimi. Çox gözəl balonlar, nə bilim Sülh Körpüsü aşağıda çay var. İndi buradan funikulyor da qalxır, düz yuxarı doğru, təpəyə doğru gedəcəyik. Orada da Mom of Georgia var, yəni Gürcüstanın anası kimi tərcümə olunur. Ben de gedək görək, oraları da gəzək. Siz də bu videoyu zəhmət olmasa bəyənib, yorum yazmağa və kanala abunə olub bildirməni açmağı unutmayın. Düzdür, güzel. Bu arada dostlar, əgər gördüğünüz bu kadrlarda olan görüntülerde, yani siz de bu yerlerde olmuşsunuzsa komentlerde yazarsınız ki mesajım ben burada olmuşam. İnşallah kısmet olsun, bir daha gələrik başka yerler. Gələn inşallah Batum'a gəlməyə fikirləşirəm. Görək nə olur. City lights flash like a disco. Heartbeat racing, I
Sülh körpüsündəyik. Light it up, ignite the dark. You let Bu arada uşaqlar, vaxtım olmadı, yəni bu tarixi yerlərlə, ümumiyyətlə körpülə bağlı və Tbilisinin ən görməli yerləri haqqında belə məlumat verim sizə. Amma yəni çəkib göstərirəm də. Əgər siz də gəlmək istəsəz Tbilisiyə, yəni bu yerlərə gələrsə, kimin qarşısına çıxsa YouTube-da bu video, yəni çəkib göstərirəm. Amma most var burada. Sonra yuxarıda indi onu da çəkmişəm, göstərəcəm sizə. Wine, yəni şərab içilən yer var. Qaqaşın yeri deyirik biz ora. Gürcü bir dənə qaqaşdır. Amma çox dadlı şərabı var. Həm ucuzdur, 5 lar idi stəkanı. Belə butulka şərab istəsəz, yəni 25 lar idi. Çox gözəl yerdir. Həm panoraması gözəldir, mənzərəsi gözəldir. Həm də ki burada istirahətinizi yüksək səviyyədə keçirə bilərsiniz. Burası da yəni körpüdür. Gördüyünüz kimi. Burada da belə balon var. Onun da qiyməti 90 lar idi. Yəni sərf eləmədi bizə. 45 manat, 50 manat verib bir dəqiqə göydə qalır, düşür aşağı. Yəni 90 liraya ora verib bir dəqiqə göydə qalmaqdansa elə funikulyör var. Baxın buradan. Elə oradan funikulyör gedir, düz yuxarı çıxır təpəyə doğru. Baxın burada funikulyör var, gördüyünüz kimi. Baxın görürsünüz gedir. Görürsünüz. Bax bundan 5 lar idi. 5 lar idi. Yəni 5 lar verib yuxarı doğru çıxırsınız. Həm yəni gediş gəlişdə 2.5 lar idi. Yoxsa 2.2 lar 50 kuruşdur. Elə bir 50 qəpik verirsiniz, yuxarı çıxırsınız. Eyni qiymətə oradan da minirsiniz, təzədən aşağı düşürsünüz. Belə gedib biz gəzək. electric heartbeat, it's inside. Dostlar, bu arada onu da qeyd edim ki, burada katerlər də var. Amma katerlər biraz bahalı olduğuna görə, baxın. Gördüğünüz bu katerlər çayda gəzdirir yarım saat falan. Mənə sərf eləmədiyinə görə. What is this? Thank you so much. Thank you. Burada bizim şəklimizi çəkiblər. Qəzetə qoyublar. Baxın buna. Deməli sonra gəlmə bir şey oldu. Biz körpüdə dayanmışdıq və yoldaşımla məni şəklimizi çəkdilər fotoqraflar. Və dedilər ki, yəni dedim ücrətlidir, yəni pulludur. Dedi, yəni istədiyin qədər şey ata bilərsən, başlı çıxırlar. Baxın belə bir şeydir. Belə bir şeydir. Baxın qoyublar bura, başlı alırlar. Nəyəsə yardım kampaniyası kimi də, başa düşürsünüz necə? Həqiqətən də belə şey gözləmirdim. Elə bir ki, qəzetdən şəklini çıxıb. Çox maraqlı, çox gözəl bir görüntüdür. Onu göstərəcəm indi sizə. Çox gözəl. Heç gözləmirdim. Xatirə qalsın sənə. Bu da Tbilisinin bizə hədiyyəsi oldu. Yəni düzdür. Bizim üçün önəmli deyil, yəni dəyəri bir şey olan hədiyyələr. Yəni bu çox gözəl bir şeydir. Bizim yaddaşımızda, tariximizdə Tbilisidən bir ana olaraq qalacaq. Getdik, davam edək. City lights flash like a disco. Heartbeat racing, I can't let go. Chasing shadows in the glow. Falling fast, falling slow. Neon whispers call my name. Every second feels good. Electric heartbeat in my veins. Deməli dostlar, funikulyora gedirik indi. Gördüyünüz kimi ora. Oradan düz yuxarı doğru qalxacağıq. Mom of Georgia var. Oranı da çəkim göstərəm sizə. Yəni ən gəzməli yerlərə gətirdim özümü və yoldaşımı. İnşallah siz də gəlib istirahət eləmək istəsəniz bu videoya baxsanız bu gözəl yerlərdə dincələ bilərsiniz. Getdiyim minək funikulyora. Dostlar, adam çoxlu dəhşət. Yəni mən elə bir ki, Mom of Georgia'nı dikey formatda qoyacağım. Çünki Reels videosu olaraq onu çəkmişdim, montaj eləmişəm. İndi onun görüntüsü gələcək. Üzülü sayını da belə çəkə bilmirəm, çünki çox dəhşət adam var. Və bizim oraya getməyimiz artıq 1-2 saatı bulacaqdır təxminən. Ona görə də üzülü sayın dikey formatda qoyacağım indi videonu sizə. Baxarsınız, əylənərsiniz. Echoes bounce off concrete walls. Midnight answers when it calls. Dancing strangers lose control. Give the night your burning soul. Every step's a brand new high. Touch the stars.
gəlmişik hot dogdan pizza yeməyə. Bugün də bu kadar dostlar. Cuma edirəm videomu bəyənmiş olarsınız. Gürcistan Tiflis şəhərindəydi. Çox gözəl yerləri gəzdik, çox gözəl yerlərdə istirahət elədik. Siz də dostlar bu cür gözəl yerlərdə istirahət etmək istəyirsinizsə videoya diqqətlə baxın. Bura balon idi, ora körpü idi. Obşim, yəni gəzmək istədiyimiz yerləri gəzdik. Çox məlumat verə bilmədim. Üzrlü sayın, sadəcə göstərmək istədim sizlərə. Öpürəm sizlərə, yenə bütün videolarda görüşmək üzrə. Tiflisdən sizə çoxlu salamlar gətirirəm. Videoya like edib, imkan varsa biraz buradan yorumlar atın. Öpürəm sizlərə. Sağ olasın, güzel. Növbəti ölkədə görüşmək üzrə. Növbəti ölkədə inşallah ya İstanbul olacaq, ya da Tayland.